Ataların dini və Quranı qəbul etməyin çətinliyi. İnsan dini iki yolla öyrənir. Ya birbaşa Qurandan, ya da atalarından və ənənələrdən eşidərək. Əgər insan dini əvvəlcə atalarından öyrənibsə, sonradan Qurana yönəlmək və yalnız Quranla düşünmək ona çox çətin gəlir. Çünki onun zehnində artıq əvvəlcədən formalaşmış dini təsəvvürlər mövcuddur. 1. Atalarımız belə deyib düşüncəsi. Quranda bir çox qövmlər peyğəmbərlərə belə cavab veriblər. Onlara Allahın nazil etdiyinə tabe olun deyiləndə, onlar, xeyr, biz atalarımızın yolunu izləyirik, deyərlər. Bəs əgər ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə, necə? Əl-Bəqərə 170. Bu ayə göstərir ki, insanlar çox vaxt dinlərini düşünmədən, sadəcə mirasa çevrilmiş inanclarla yaşayırlar. Yəni, belə görmüşük, belə də olmalıdır prinsipi ilə hərəkət edirlər. 2. Quran fərqli düşünməyə çağırır. Quran insanı öz ağlı ilə düşünməyə, haqqı batildən ayırmağa çağırır. Xeyr, onlar deyirlər ki, biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutacağıq. Əz-Zuhruf 22. Bu ayələr göstərir ki, insan çox vaxt haqqı deyil, adəti qoruyur. Halbuki Quran hər bir insanı öz düşüncəsi ilə həqiqəti tapmağa səsləyir. 3. Niyə eyni Quranı oxuyanlar fərqli düşünürlər? Bəzi insanlar dini əvvəlcə rəvayətlərdən sonra Qurandan öyrənirlər. Belə olduqda, onlar Quran ayələrini də əvvəl eşitdikləri fikirlərə uyğun yozurlar. Onların çoxu zənnə uyur. Yunus 36. Yəni, onlar Quranı öz fikirlərinə uyğunlaşdırır, əslində isə öz fikirlərini Qurana uyğunlaşdırmalıydılar. Buna görə də eyni kitabı oxuyan iki nəfər bəzən tam fərqli nəticələrə gəlir. 4. Qurana birbaşa keçid niyə çətindir? Əgər insan uzun illər atalarından eşitdiyi dini anlayışlarla yaşayıbsa, Quranı oxuyanda çox vaxt əvvəlki fikirlərlə toqquşur. Bu toqquşma psixoloji müqavimət yaradır. İnsan içində bir narahatlıq hiss edir. Beləcə, əvvəlcədən formalaşmış inanclar həqiqətin görünməsinə mane olur. 5. Niyə Quranı doğru anlayanlar azdır? Quranda bu reallıq belə ifadə olunur. Onların çoxu inanmır. Əl-Bəqərə 100. Çünki insanların çoxu dini miras kimi qəbul edir, düşüncə kimi yox. Halbuki Quran istəyir ki, insan kim dedi, yox, Allah nə dedi sualın versin. Nəticə, eyni Quranı oxuyan insanlar arasında fərq ona görə yaranır ki, biri dini atalarından eşidib, digəri isə birbaşa Qurandan öyrənib. Atalardan gələn din, vərdiş və adət dinidir. Quranın öyrətdiyi din isə düşüncə və məsuliyyət dinidir. Quranı doğru anlamaq o zaman mümkündür ki, insan əvvəlcə öyrəndiklərinə deyil, Allahın sözünə birbaşa yönəlib onun üzərində dəril düşünür.